Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Rəqsanə İsmailova sosyal medya hesabında həyat yoldaşıyla birlikte yepyeni foto ve videolar paylaşıb. Onun paylaşımı herkes tərəfindən maraqla qarşılanıb. Rəqsanə İsmailova Salam, hər vaxtınız xeyir olsun mənim əzizlərim. Necəsiniz, hər zaman yaxşı olasınız. Bildiyiniz kimi mən artıq ayın 10'u Qubadan qayıtdım. Amma silsilə konsertlərim davam eləyir. Bu dəfə isə məni siz harda gözləyirsiniz? Mingəçevir şəhərində. İnşallah bu ayın 20'si sizi Mingəçevirdə Heydər Parkının önündə gözləyirəm. Düşünürəm ki, siz məni tək qoymayacaqsınız və Allahın izni ilə bu konsertlərimiz də o birisi konsertlərimiz kimi çox gözəl keçəcək. Və sizi sevirəm. Hər zaman da sevəcəm. Ne yaxşı ki varmısınız. Mercedes düşün aşağı. Mənə ılıq yumurta gətirin. Ilıq. Mən hər gün ılıq yumurta yeyirəm. Ürəyimə baxayım. Sağ ol qardaş. Allah sənə razı olsun. Biz artıq səhər yeməyindəyik. Səhəriniz, gününüz xeyirli uğurlu olsun. Bu günlərim komanda olaraq o qədər mehribanlıq ki, ay Allah. O qədər mehribanlıq ki, belə gülürük, danışırıq. Hər şey çox yaxşıdır. Elə bəzi şeylərə deyirik nəhlət şeytana. Şeytanın qıçını belə bir balaca qırmışıq. Nəysə, şükürlər olsun. Bu günlərim düşünürəm ki, Allah qoysa Nizami Parkında çox gözəl bir izdiham yaşayacağıq. Bütün Qubalılar gələcəkləri. Hamınızı gözləyirəm, öpürəm sizi. Nə gətirsinlər sizə? Mən demişdim, deməli, qoz çörək deyir, qoz çörək. Sonra buranın belə bir paxlavaları da olur özlərinin. Ondan. Şəkər bura. Onlarda şəkər bura olmur. Dedilər ki, burada şəkər bura olmur, qoz çörəyi olur. Belə özləri gəlsinlər, özlərini öpürəm, onları gözləyirəm. Mənim əzlərim, Qubaya gələr gəlməz, mənim yolum hardan düşməli idi, bilirsiniz? Bax, bu Quba qaladan. Siz inanın ki, bir bu gözəlliyə baxın, gözəlliyə görün, nə şərait yaradıblar. Birinci bunu Allah yaradıb. Amma bu şəraiti isə Quba qalanın rəhbərliyi olanın komandası yaradıb. O qədər gözəl isti münasibət, mehribanlıq, yeməklərinin tadı, necə deyim, mən pomidor yumurtanı özüm evdə eləyən adamam, amma bunlar bilmirəm ora nə qatmışdılarsa, sonradan gördüm ki, həqiqətən də fərqlilik, tam, dad hiss olunur da. Yəni, demək istəyirəm ki, Qubaya gəldikdə mütləq Quba qaladan keçmək lazımdır. Buranın havasından, suyundan, çörəyindən dadmaq lazımdır. Çox gözəldir bura. Çox sağ olsunlar. Başda Azər müəllim olmaqla bütün komandaya ayrı-ayrılığını öz təşəkkürümü bildirirəm. Ona görə ki, o qədər bizə gözəl qucaq açdılar, o qədər gözəl bizə isti münasibət göstərdilər ki, Allah sizdən razı olsun. Məz əzlərim olsun. Məz əzlərim, mən son günümə qədər Quba qalada olacağım. Siz gəlmək istəyirsiniz, bura gəlin. Sizləri isə axşam Nizami Parkında gözləyirəm. Gedirəm özümü çaya atam sizin əlinizdən. Hər dəfə konsertdə başımı oynaşırsınız. Bəh, 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 bəh. Ağacı kökündən çıxardı be. Ay Allah, hayf su palçıqdır. O görün. Buz deyib, buz. Ona görə Nikalılar da Qubada, belə gözəlliyə görə. Uy! Çox gözəldir, həqiqətən. Necə buz deyib, buz. Necə buz deyib, buz. Azərbaycanın təbiəti o qədər gözəldir ki, dünyanın harasına gedirsən get, vətənimizdən başqa yalandır, yalandır Azərbaycan. Yar istər atar məni, o bilər mən bilərəm, ya da bək tutar məni, o bilər mən bilərəm. Yar istər atar məni, o bilər mən bilərəm, ya da bək tutar məni, o bilər mən bilərəm. But it's true, I've been lost for months and months on end. And it's true that we tried